Azərbaycan Respublikasının rəhbəri var, bilirsiniz. Bu rəhbər İslam konferansında çıxış edərkən, mən bu haqda danışmışam. Orada nə deyir? Deyir ki, biz imkan verməyəcəyik ki, bu məmləkətdə təriqət, firqə, məzhəb qarşıdurmaları olsun. Hamı müsəlmandır, qutardı. Yəni, hamı qardaş olmalıdır. Eyni buna bənzər bir şey, təsəvvür edin, bəlkə bir 10 il bundan əvvəl Türkiyədə mən o yaşayarkən, Türkiyənin prezidenti danışır, deyir ki, bir dəfə mən babamdan soruşdum ki, baba, biz Lazıq yoxsa Türk? O da baxdı mənə dedi ki, bugün sabah hamımız öləcəyik, qəbirdə bizdən soruşmayacaqlar ki, sən Lazsan, Türksən, Kürdsən, Azərbaycanlısan, Sünnisən, Şiyəsən, nə bilim, kimsən. Səndən soruşacaq ki, dinin nədir? Müsəlman desən, qurtulacaqsan. Elə deyil, hədisdə elə gəlir də. Müsəlmanam desən, qurtulacaqsan. Filan təriqətdən, filan məzhəbdənəm desən, yox. Müsəlmanam desən, qurtulacaqsan. Bax, buna üstünlük vermək lazımdır. Ona görə, əziz qardaşlarım, mənim sizə məsləhətim odur ki, bütün o ixtilaflardan kənar durasınız. Əgər elminiz varsa, qarşınızda olanı səhv sayırsınızsa, öz elminizə görə, ayrılıqda o ilə oturub söhbət eləyin, məsələni çürüdün, qutarsın, geçsin. Yoxsa bütün günü YouTube-da bunlar onlara, onlar bunlara, rəddiyələr, bu onu pisləyir, o bunu pisləyir, bu hamısı ədavətə gətirib çıxarır. Düşmənçiliyə gətirib çıxarır. Biz qoymamalıyıq ki, bura Azərbaycan, bu olan əmin-əmanlıq bərbad günə düşsün. Burada müsəlmanlar bir-birini qırsın, başqa yerlərdə olduğu kimi.